Rəhman və Rəhim olan Allahın adı ilə. Əgər alına və ya əllərin üstünün kiçik bir yerinə məss etməsə, istər qəsdən, istərsə də məsələni bilməməzlikdən və ya unutqanlıq üzündən olsun, təyəmmüm batildir. Əllərin üstünün hamısına məss etməsini yəqin etmək üçün biləkdən biraz yuxarıda məss etməlidir. Amma barmaqların arasına məss etmək lazım deyil. Alın və əllərin üstünü ehtiyat vacibə görə yuxarıdan aşağıya məss etmək, onun işlərini bir-birinin ardınca, yəni fasiləsiz yerinə yetirmək lazımdır. Əgər onların arasında çox fasilə salsa və təyəmmüm alır deyilməsə, təyəmmüm batildir. Niyyət edən zaman təyəmmümü dəstəmaz və ya qusl əvəzindən almasını və qusl əvəzindən olarsa, hansı qusl əvəzindən olduğunu da müəyyən etməlidir. Təyəmmümdə alın, əllərin içi və üstü pak olmalıdır. Əgər əllərin içi nəcis olsa və onu suya çəkmək mümkün olmasa, elə nəcis əllə təyəmmüm etməlidir. Amma əlin içindəki nəcasət yayılan olsa, bu halda əlin üstü, yaxud dirsəklə bilək arasında olan yerlə təyəmmüm etməlidir. İnsan təyəmmüm üçün əlindəki üzüyü çıxartmalı, alnında, əllərinin üstündə, içində maneə olsa, məsələn bir şey yapışmış olsa, aradan qaldırmalıdır. Əgər alın, əllərin üstü yara olsa və üstünə bağlanan parça və ya başqa şeyi aça bilməsə, əli onun üstünə çəkməlidir. Əgər alında, əllərin üstündə tük olsa, eybi yoxdur. Amma başın tükü alına tökülmüş olsa, onları dala çəkmək lazımdır. Əgər bir kəsin vəzifəsi təyəmmüm olan halda təyəmmüm ala bilməsə, başqasını naib tutmalıdır. Naib tutulan şəxs onun öz əlləri ilə təyəmmüm etməlidir. Əgər mümkün olmasa, naib öz əllərini təyəmmümün düzgün olduğu şeylərə vurub, onun alnına və əllərinin üstünə çəkməlidir. Vəzifəsi təyəmmüm olan bir kəs, namaz vaxtının axırına qədər üzrünün qalacağını bilsə, vaxt geniş olan zaman təyəmmümlə namaz qala bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağını bilsə, gözləyib, dəstəmaz və ya qusulla, yaxud vaxtın az olduğu zaman təyəmmümlə namaz qılmalıdır. Əgər bir kəs su olmaması, yaxud başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qaldırıldıqdan sonra təyəmmümü batil olur. Dəstəmazı batil edən şeylər onun əvəzindən olan təyəmmümü də batil edir. Ha belə, quslu batil edən şeylər onun əvəzindən olan təyəmmümü də batil edir. Əgər cənabət quslu əvəzindən təyəmmüm etsə, namaz üçün dəstəmaz alması düzgün deyil. Amma əgər başqa qusulların əvəzindən təyəmmüm etsə, namaz üçün dəstəmaz almalıdır. Dəstəmaz da ala bilməsə, onun əvəzindən də başqa bir təyəmmüm almalıdır. Əgər qusul əvəzindən təyəmmüm etdikdən sonra dəstəmazı batil edən bir şey qarşıya çıxsa, bu halda sonraki namazlar üçün qusul edə bilməsə, gərək dəstəmaz alsın. Əgər dəstəmaz da ala bilmirsə, onun əvəzindən təyəmmüm etməlidir. Göz ağrısı xəstəliyinə düçar olan və su işlədilməsi zərər olan şəxs təyəmmüm etməlidir. Təyəmmümdə 4 şey vacibdir. 1. Niyyət. 2. Əlin içini təyəmmümün düzgün olduğu şeyə vurmaq. 2 əli birlikdə alnın hər yerinə və onun 2 tərəfinə, tüklər göyərən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. 4. Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini
sol əlin üstünə eyni qayda ilə çəkmək. Dəstəmaz və ya qusl əvəzindən olan təyəmmüm arasında heç bir fərq yoxdur. وحدك بصحراء شفيدك وقتها